Sosial şəbəkələrdə pul müqabilində surroqat analıq üçün donorlar axtarılır. Yəni qadın ona bioloji yad olan körpəni bətnində böyütmək və dünyaya gətirmək üçün könüllüyə çevrilir. Əksər insanlar bunu doğru hesab etməsə də kifayət qədər maraq göstərənlər var. Bəs insan sağlamlığı və hüquqi baxımdan bu nə dərəcədə doğru addımdır? Ətraflı sujetdə. Surroqat ana olmaq, yəni müəyyən maddiyyat qarşılığında ya da xeyirxahlıq hesab edərək kiminsə övladına həyat bəxş etmək. Məsələn, bir qadının uşaqlığı var, amma yumurtalıqları fəaliyyətdə deyil. Ona görə də uşaq dünyaya gətirə bilmir. Belə olan halda genetik ana yumurtası ilə genetik ata spermasından maylanan rüşeym surroqat ana olmağa razılaşan qadının uşaqlığına yerləşdirilir. Son zamanlar Azərbaycanda da surroqat ana təklifi ilə bağlı sosial şəbəkələrdə, xüsusən də Instagramda elanlara rast gəlinir. 20 yaşdan 39 yaşa qədər xanımlara daşıyıcı ana olmaq üçün 30 min manata qədər mükafat da təklif edilir. Amma bu tip əməliyyatlar ölkəmizdə qadağan olunduğu üçün qonşu ölkələrdə icra edilir. Əgər 20-38 yaş aralığındasınızsa, yeni bir həyat sizi gözlər. 17 min dollardan başlayan qiymətlərlə qazanc əldə edə bilərsiniz. Vay o günə ki, həmin xanımlar sonradan fikirlərindən yayına. Bu zaman onların şəkilləri sosial şəbəkələrdə paylaşılaraq daşqalaq edilirlər. Elə sorğulardan da məlum oldu ki, əksər qadınlarımız bu tip əməliyyatın əleyhinədir və bunu milli mənəvi dəyərlərimizə zidd hesab edirlər. O yola ona əl atırsa, onu istəyirsə, hansısa maddiyyata görə əl atır, ya nəyə görəsə o insanlıq hissini itirir. Ana bətnində 9 ay övladını gəzdirdiyi vaxt necə ona böyük arzular bəsləyir, necə gözəl hisslərlə böyüdür, onu o ayları keçirir, son nəticəni gözləyir həvəsinə. Və təsəvvür edin, bu proses gedir və nəticədə övlad sənin olmur, bunu verirsən başqasına. O hiss eləmir ki, onun balasıdır. Onu necə dünyaya gətirə bilər ki, özgəsindən alıb özü üçün saxlayır ki, mən bax. Nə qədər olur olsun doğma ana kimi ola bilməyəcəyəm. Ana bətnində olan o götürür ki, o surroqat ananın tərbiyəsini, fikirlərini, onlar yeməyini də. Amma ana öz uşağına daşıyanda tamam ayrı cürə baxır axı. Hər şey pulla ölçülmür ki. Elə ginekoloq Rəna Həsənəliyeva da qadınlara bu kimi əməliyyatlardan uzaq durmağı tövsiyə eləyir. Həmçinin gələcəkdə genlərin qarışmasına səbəb ola biləcəyini bildirir. 40-dan yuxarı analar üçün bu riskdir. Əlbəttə 18-dən aşağı 40-dan yuxarı olmaz. Yuxarı yüksək təzyiqli olan xanımlar üçün surroqat ana olmağı mümkün deyil. Artıq çəki olmağı bunların özü risk bir faktorlarıdır. Ortalıqda ödəniş məsələsi var. Ödənişlə bağlı olan faktorlar, yəni başqa bir kriminal tərəflərə yol apara bilərlər. 9 ay bu uşağı daşımaq, uşaq anadan olandan sonra bu uşağı görüb təmasda olmaq, bu çox çətin bir addımdır ki, sən bu yolu gələsən və axırda bu uşağı verəsən. Azərbaycanda surroqat analıq qanunvericiliklə nəzərdə tutulmadığı üçün qanunsuz sayılır və hüquqi məsuliyyət yaradır. Azərbaycan ərazisində bunu təşkil etmək, vasitəçilik etmək və sosial şəbəkələr vasitəsilə qadınları buna cəlb etmək bu prosesə hüquqi məsuliyyət yarada bilər. Əməliyyatın Azərbaycanda icra olunması və lisenziyasız tibbi fəaliyyət kimi qiymətləndirilə bilər. Eyni zamanda inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Məsələ ilə bağlı dünya təcrübəsində də nəzər saldıq. Məlum oldu ki, bəzi ölkələrdə bu ya qanuni hesab olunur, ya da ki, istisna hallarda nəzərə alınır. Bir çox ölkədə isə ümumiyyətlə qadağandır. Almaniyada surroqat ana xidməti qadağandır və heç bir istisna nəzərə alınmır. Bu baş verərsə, həkim, valideynlər, surroqat ana ciddi cəzalandırıla bilər. Bəzi Alman ailələr çıxış yolu kimi bunun legal olduğu digər bir ölkədə, məsələn, Ukraynada bu xidmətdən istifadə edirlər. Onda da uşaq sonradan Almaniyaya gəlib qeydiyyata salındıqda hüquqi problemlərlə üzləşə bilirlər. Daxili İşlər Nazirliyindən isə bildirildi ki, polis əməkdaşları tərəfindən insanın istismarı ilə nəticələnən hüquq pozmalara qarşı mübarizə tədbirləri davam etdirilir. Qadınların surroqat ana, yəni daşıyıcı ana kimi istifadə edilməsi cinayət məsuliyyətinə səbəb olan insan alverinin predmetini təşkil edə bilər. Qeyd edək ki, Azərbaycanda surroqat ana kimi istifadə edilmə halı qeydə alınmayıb. O da qeyd olundu ki, vətəndaşlar internet resurslarında yüksək məbləğ müqabilində bu kimi təkliflər irəli sürən səhifələrə və elanlara etibar etməməli, qanunvericiliklə qadağan olunmuş belə əməllərdən çəkinməlidirlər. Məhəmməd Hacızadə, Rahib Səfərov, ATV Xəbər.